Ağdərə rayonunun kəndlərinə böyük qayıdış layihəsi çərçivəsində həyat yenidən qayıdır. Təbiətin gözəlliyi ilə əhatələnmiş bu torpaqlarda ailələr doğma yurdlarına qovuşaraq yeni həyat qururlar. Hazırda Ağdərədə olan əməkdaşımız Röya Qarabağlı bizimlə birbaşa bağlantıdadır. Röya, buyurun eşidək sizi, bu torpaqlarda yeni həyat təəssüratı necədir? Eşidək sizdən. Bəli, biz Ağdərə rayonundayıq. Burada dayanmağımın səbəbi isə bax bu gördüyünüz dağdır. Qırqqız dağı. İllərdir məcburi köçkünlər bu dağın adını səsləndirdilər, onun gözəlliyini vəsf etdilər Qırqqız dağı deyə və bugün bizə təbii ki qismət olur gənclər olaraq həm o dağları, o relyefi görmək, eyni zamanda məhz bu ərazilərdə yaşayan əhalimizin yenidən öz həyatlarını bərpa etməyinin şahidi olmaq. Daha dəqiq desək, Kolataq kəndindəyik, kəndi gəzdikcə elə ilk daxil olanda ailələrimizin yenidən həyatlarını burada bərpa etdiyinin şahidi olduq. Uşaqlar oynayırdılar və onlar gündəlik işləri ilə məşğul idilər. Təbii ki, indi də biz kəndi gəzdikcə daha çox tanımağa çalışırıq. Elə burada yaşayanlardan da daha ətraflı məlumatları əldə etməyə çalışırıq. Elə onlardan biri də hazırda həyətində dayandığımız ailədir. Özünüzü təqdim edin. Ağdam rayonunun Əlağalı kəndinəyəm. Bax, bugün biz zəfəri, bu günlərdə artıq 5 illiyin qeyd edirik. Antiterror tədbirlərindən çox qısa zaman keçib. Torpaqlarımıza qayıtmışıq illərdən sonra. Bizim üçün bunu deyərdiniz. Necədir burada olmaq? Burada olmaq bizim üçün çox gözəldir. Çox gözəldir. Biz 30 ildir bu torpaqların həsrətini çəkirik. Biz burada yaşamışıq. Mənim atam meşəbəyi olub burada. Biz yazda gəlirdi burada, bura